Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, qışlaqlarda ən böyük məsuliyyət xanımların üzərindədir. Burada qadın olmaq sadəcə evdar olmaq deyil. O həm ana, həm aşpaz, həm də təsərrüfatın görünməyən qəhrəmanıdır. Çoxdan bu çöllərdəsiz? 23 ildir mən buradayım. 23 ildir, yay yaylaqda, qışı qışlaqda. Hə, yay yaylaqda oluruq, qışı da qışlaqda oluruq. Biz də elə bu çöllərdə əzab əziyyətlə heyvan saxlayırıq, zəhmət çəkirik. Allah da bizim zəhmətimizi yitirmir. Qışlağın sərt küləyi, palçıqlı yolları, şaxtalı gecələri bu insanların iradəsini sınağa çəkir. Amma illərin vərdişi, torpağa və ata-baba ənənəsinə bağlılıq hər çətinliyi adiləşdirir. Əmim çox gözəl adam idi. Ondan sonra biz onun davamçıları olmuşuq. Birinci düşəndə buna elə bir il, 2 il mənə çətin gəldi də. İş ağır, çətin gəldi. Neftçalanın gen düzlərində həyatdan yeri sökülmədən başlayır. Sürülər örüşə yola salınandan gecə yarıya qədər burada fasiləsiz iş var. Qoyunçuluq təsərrüfatı ümumiyyətlə çox çətin təsərrüfatdır. Sovetlər dönəmində Neftçala rayonu ərazisinə 68 mindən yuxarı Lerik rayonundan Xırdaboynuzlu davar gəlirdi. 35 mindən yuxarı Biləsuvar rayonu ərazisinə qışlama dövrünə. Amma indi o qoyunçuluq get-gedə biraz çətinləşir, çoban tapmaq olmur, cəmaət bilirsən, vallahi respublikada işdən çox iş var. Amma insanlarda belə tənbəllik yaranıb, işləmək istəmirlər. Qış yataqlarında həyat yalnız sürünü otarmaqdan ibarət deyil. Burada doğulan quzular, biçilərək preslənən ot bağlamaları, sağılan süd, təndirdə bişirilən lavaş, çörək, hamısı bu zəhmətli həyatın bir parçasıdır. Bizim də bu ata-babadan pişirdiyimiz lavaşlar bunlardır, çox dadlıdır. Çox acı. İndi evdə gedib pendirlə, yağla yesən, dadı tam başqa olar. Hələ pendir, yağ yoxdur, belə dadlıdır. Elə təndir başında idik ki, uzaqdan qoyun mələşməsi eşidildi. Bu, sürünün qayıtdığını xəbər verir. Ona görə də hər kəs yem tədarükü üçün səfərbər oldu. Bir qədər sonra çöldən gələn ana qoyunlar balaları ilə qovuşdu. O anın səsi, küyü, qarışıqlığı bir başqa olur. Ümumiyyətlə bu qış necə keçdi təsərrüfat üçün? Qış dövründə əgər yağıntılar olmasa, bəzi təsərrüfatçılar deyir, çətin keçdi. Bu yağıntı olmayanda da bunun yazı olmur, bərəkəti olmur. Şəxsən fevral aylarında burada çoxlu yağışlar yağıb, qar yağıb. Əgər o qar da, o yağış da olmasa, mart ayında, aprel ayında, yəni torpağın səthində ot örtüyü az olur, o da heyvandarlığa mənfi təsir göstərir. Düzdür, çətinliklər olsa da biz bunun bəhrəsini yazda görürük. Qışlaqlarda həyat kənardan sakit görünsə də, burada hər gün zəhmətlə yazılan bir hekayə var. Bu hekayənin qəhrəmanları isə adlarını çox eşitmədiyimiz, amma süfrəmizə gələn nemətlərdə payı olan insanlardır. Günel Habil qızı Vüqar Şıxəli, Nicat Nağızadə, Orxan Cahangir, ASTV xəbər.